qadın vaxtında rejimə salsın. Yoxdur da. Dur ki, mənə arvatlıq elə. Dur ki, səni alım. Bir qəşək çat qızı da almasam kişi də öyle. Saat 7'den sonra koymasın yemeğini. Sağ ol kaka. Hayır, sağ ol. Kışır seni tağ eləmirəm. Kışır kim deyərəm? Uy, uy, uy. Oy da boğazımı cırdı ki işte. Əslində mən yazıq adamam. Belə yemək bu vaxt yemək yeyib yatmaq heç ki düzgün deyil. Allah mənə özü kömək olsun. Allah hamd olsun. Nə var maşallah deyirik gülürük ama bu həqiqətdir. Allah hamd olsun başımda qadın yoxdur. Əgər mənim anam sağ olsaydı mən indi bu vaxt ömür boyu yemək yeməzdim. Mən saat yeyərdim, saat 8-də 9-da anam pişirərdi. Nağarım, gec yuxudan dururam, gecə səhərə yaxın yatıram. Dururam saat 2-də 3-də, 2-də 3-də gedirəm toyuqların yerinə, birinci onlar da ac qalır. Gedirəm oraya, verdim 3 saat, 4 saat orada ləngiyirəm. Gəlirəm, axşam tərəfə A5-də 6-da yemək yeyirəm. Bax bu, indi də axşam yemək, 2 dəfə yemək yeyirəm. Prosta yerində babat yeyirəm də, çörəyi çox yeyirəm. Anam sağ olardı, gələrdi telefonu əlimdən alardı, aparıb yatışdırardı. Deyərdi, dur get yat. Bəs telefonla oynamağını. Alıb gizlədərdi telefonunu. Nə yalan ki olam ki. İnsan tək olan da öz bildiyini eləyir. Adamın əsəbləri də pozulur. Yuxu bizə nə gözəl şeydir. Yuxunu ki vaxtında yatmadın, insan əsəbləri də pozulur, psixi problemlər yaranır. Əsəbi olursan. Bu vaxt adam yatar, bu vaxt adam yemək yiyər. Məcburam, ağarım, acmışam, yiyirəm. Allah poçta işləyəndə elə xoşbəxt idim ki, poçta işləyən vaxtlarım elə xoş bir saat 10 tamamda girdim yerimə. Kəlləmatı yatırdım, tezdən saat 8-də də dururdum. Üşüyə maşınım da yox idi. Üşüyə bir işimə gedirdim. O vaxtlar çox kasıb idim. Amma xoşbəxt idim. Gəlirdim saat 6-da 7-də evə çatırdım. 6-da 7-də gəlir evə çatır. Gəlirdim, budalıq qızardırdım, toyuqla kəsib yeyirdim. Kapsı verdim, 300 manat maaşı alırdım. 150'sini koydum dal tərəfə. Bəzi qazım yazırdı 15 manat. Səhər çıxıb axşam gəlirdim. İşığımda 10 manat. Pletka yandırmırdım ha.
Işıq nə yandırırdım ki? Pitminitka ilə çimirdim. Pitminitkada nə yazır? Ay 3 manat. Bir dənə də İran peçim var idi. Peçimi yandırırdım. Otururdum evdə. Qapılarda ədyal, cındır ədyal. Oturdum, bax deyil zal var, zal girəcək yox o biri. Buralar heç bir hazır deyil, ilk günündədir. Buralar həmsi, adam şüşürdü. Qoxuna biraz aboyluydu, remont eləmişdim. Amma çox soyuğuydu. Heyf o günlərimdən də. Mən də xaş edim, yaxşı edim, nüşt olsun. Sən ay qaqa cəmaata irad bildiyinə yazın cəmaat yatmır, sən öl. Sən öl yatmırsan qaqa sən. Bərdə ol. Yaşamağa Bərdə, gəzməyə Bakı. Mən Bakıda çox yaşayanmaram. Mən kənd həyatımı sevən adamam. Toyuğu, cücəli, həyəti, qapını, bacanı. Allah hər şeyi yetirdim ha. Gözəl izləyicilər tanıdım, gözəl dəstəkçilərim oldu, gözəl dostlar tanıdım. Qabaq Bərdidə çıxırdım, yolun zadın qırağına çıxırdım, it yerinə qoyan da yox idi məni. İndi gördünüz, tiktoker oldum, məşhur oldum, fenomen oldum. İndi Bərdiyə çıxanda bu deyir ki, buradan otur. Ay baboş, mən reklam elədim, nə olar canında bir dənə bunu denən, onu denən. Amma vaxt vardı, mən it yerinə qoyan yox idi Bərdidə. İndi bura çıxır, gelsən hansısa dükkanı çıxır, deyir, qaqa, otur, ayaqüstə qalma. Xoş gəlmişsən. Allah haqqı. Elədir, ha. Pulun olmayanda, kasıb olanda üzünə baxmırlar. Amma deyirlər, onu baboşda yazsan desə, qoy gəlsin, gələr müştərisi zaten, izləyicisi var, kütləsi var. Belədir, elədir, şeylə, qılığına gir, nəyə gir, ki, bir reklam eləsin. Yox, sən niyə yatmamışsan? Çok sağ ol. Gel. Ben de ayrılmışım, yemeğe yedim kaka. Saat 5 işliği verir, zaman yatmış. Biraz elim pul geldi, meşhurlaştım, dedim başladım yazmaya. Bu rızını Allah Taala getirib. Görsünüz, yatıram, dururam. Evim şəraitli sizlərin sayəsində. İstədiyimi yeyirəm. Bax, dedim, sup nədir? Mən dedim, sup istəmirəm, sup bəyənmirəm. Gedim bu da alam, gedim et alam. Amma əslində ya anam olsaydı, ya arvadım olsaydı, o supu pişirsəydi, mən oturub yeyərdim. Təkəm deyil, öz bildiyimi eləyirəm. Dedim, neyim, sup adam qarnım qəşək doyurmuş. Gedirəm, bunu alam. O da pis şeydi. Nə də arvadım sup pişirəcəm, mən supu pişirdi. Mən deyəcəm, dur get, torpa kəsin, tüyü ördək kəsin, yol təmizdə onu yiyib pişirim. Sup pişirib, görəcəm ki, sup pişirib, məcburum yiyəcəm. Təhlil pis şeydi. Tək olam ürəyimin istədiyini deyirəm ki, oturum yiyeyim ürəyimin istədiyini. Mən nasıl başa düşən yoxdur ha.